söhbət eləyənlər, moizə eləyənlər, ağsaqqallıq eləyənlər, ruhaniyyət, insanların qabağına gedənləri deyir, onları ki, özünüz eləmişsiniz, onları xalqa deməyin. Bu iş Allahın qəzəbi yerindən oyadan məsələ. Ki, insan ki, özü eləməyir, amma hey başqasına tövsiyə edir. İnsan özündən başlamalıdır. Peyğəmbər və onun əhl-i beytinin zəfərinin qələbəsinin ikinci səbəbin alimlər buyururlar ki, Peyğəmbər bu cür kişiydi, Qur'ana belə əməl edilən kişiydi. Onu ki, özü eləyirdi, onu deyirdi. Bəzən deyirdi, elə əməli ilə göstərirdi, dili ilə onu İqrar eləmirdi cəmaata. Məsələn, bugün İslam dünyasında namaz qılmağın vaxtı barəsində iki cür namaz qılılır. Məsələn, şiyyələr, cəfəri məzhəblər zöhr ilə əsri azıcıl qılırlar. Əhl-i təsəlli qardaşlarımız zöhr ilə əsrin arasında fasilə verirlər. Hər ikisinin qıldığı namaz düzdür, həqiqidir. Niyə? Çünki bu sünnət üzü iləndir. Peyğəmbərdən belə görürlər. Peyğəmbər zöhr ilə əsrin arasında fasilə verib də qılır, bəzən fasilə verməyib də qılır. Ona görə Peyğəmbər hər ikisini qılıb deyə, hər bir adam hər ikisini edə bilər. Hər ikisinin də qıldığı namaz səhiyyə inşallah Allah qəbul edir. Bəzən Peyğəmbər dili ilə yox, əməli ilə bunları əyani olaraq göstərirdi və Peyğəmbərin və onun əhl-i beytinin qələbəsinin ikinci səbəbi bu idi. Dünyada insanlar bir dənə məsələdə gəlib nəticə ala bilmirlər. Ona görə ki, insanların dili ilə əməli düz gəlmir, mənim əzizlərim. Heç bir tarixi zamanda bir-birinə təbliğat olmuyor. Bəzən giləylənirik biz. Bəzən giləylənirik. Təbliğatdan, məsciddən, molladan, nə bilim. Heç bir tarixi zamanda insanlarla ruhaniyyətin arasında bir-birlə ruhani olmayacaq. Baxın da bir tarixə. Azərbaycanda nasıl bir-birlə ruhaniyyik? Hələ öz tanıdığımız yeri deyək, də o kənarları deyə bilmiyoruz, çox da tələb ediyoruz. Azərbaycanda nə vaxt bir-birlə ruhani olur? Və bir-birlə ruhani varsa, bir-birlə söz deyən varsa, əsəri niyə aldı? Əsəri niyə aldı? Neçə izzəti var, illətinin biri budur. Söz deyən adamlar özlərinin dediği sözdən əməllərini süslədir. Əsəri də ona görə yox. Başqa illətlər də var. Amma Peyğəmbərimiz bunu tam əksini verir. Nə edirsə, onu da həyatdan əməl edir. Üçüncü alimlər Peyğəmbər və onun əhl-i beytinin qələbəsinin səbəbini buyururlar ki, bu idi Peyğəmbərlikə gəlməzdən əvvəlki həyatı da çox pak və müəzzəm idi. Ona görə Ağamürül Mominan Əli ibn Əbi Talib aleyhissalam sənə qurban, ya Əli, gözəl kəlamlarından biri budur. Deyir, dönüb ömür yoluza baxanda ilə yaşı o xəcalət dənizli var. Bugünkü zamanlar, bugün 20 yaşında olan zamanlar bilməlidir. 20 ildən sonra onlar məşədi olacaq, hazır olacaq, Kərbəlayı olacaq. Bugün elə yaşamalıdırlar, 20 ildən sonra Kərbəlayı olacaq, xəzalətin çəkməsin. Həm yaşıtlarıma bunu deyəm, özümdən kiçiklərə bunu deyəm. Böylər, əlhamdülillah, mütətəyyin insanlardır. Peyğəmbərimizdən bizə qalanmışdır bu deyib, zavandığımızda elə yaşı olur, qozalandıq xəzalətin gözü çəkməyəcək. Peyğəmbər və onun əhl-i beytinin qələbəsinin üçüncü səbəbi bu idi ki, bunların ömürlərinin əvvəlki vaxtlarında çox pak və müəzzəm keçmişdir. Hamıdan eşitdiyik, bütün ruhaniyyətlər eşitdiyik sözdür. Peyğəmbərimizə gəlməmişdən qabaq Peyğəmbərə ərəblər öz arasında Əmin Muhammed buyururlar sallallahu aleyhi ve sellem. Birinin bunu qızılı olurdu, sağlamağa gətirib Peyğəmbərə verirlər, sən əmin kişisən, sən sağlar. Sən etibarlı adamsan. Ərəblər özlərindən çox Peyğəmbərə etibar edirdilər. O zaman ki, Peyğəmbər də öydü. O zaman ki, Allah əmrələməm, bu Peyğəmbərliyi elan edər. Ki, Peyğəmbər əlbəttə anadan olanda elə Peyğəmbər də olur, ha?
Ama hələ ki, Allah ona elan eləməmişdir, əmr verməmişdir, bu Peyğəmbərliyi elan edir. Peyğəmbərlikdən əvvəlki həyatı çox pak və müəzzəm idi, təmiz idi. Sizləri desəm qəlbinizə dəyər, Allah eləməsin qəlbinizə dəyərsin. Çünki birinizin qəlbinə dəysəm, nahaq yerə və həmən adam da məni halal eləməsən, 100 ildə bundan sonra belə mucize edəcəm, Allah həfz eləməz mən. Müsəlmana Allah beybilərdir, şahiddir. Müsəlmanın şəhrini anlayanda beybilərimizdir. Ona görə misalı özümüzdən deyil. Bir də görəsən insanın əvvəlki həyatında qarışıq-bulaşıq olanda, sonra gəlib molla müştehid də olsa bir də görərsən ki, o qarışıq işlərdən danışa bilmir. Ehtiyat edəyir. Birdən yerdən qayıdıb bir deyər edə, molla sən özün deyir, o işdən eləmişdin o. O zamanı sən də bizdən idin, hə. Fikir verin, Peyğəmbərin qoyduğu meyyarlar, ölçü vahidləri necə dəqiq ölçülüb, biçilib. Peyğəmbərlikdən əvvəlki zamanlarda çox hakim vəzdəm idi. Əmmar-ı Yasirdən xəbər var, rivayət var. Biz Peyğəmbərin əvvəlki həyatına bələdürük. Ərəblərin içərisində ikinci bir kişi yox idi, düzlükdə və əmniyyətdə Peyğəmbər olurdu. Peyğəmbərimiz belə bir şəxsiyyət idi. Və onun əhl-i beyti də ona görə qələbə çala bildi. Əhl-i beytin Həzrəti İmam Hüseynin Aşurada çaldığı zəfərin bünövrəti Peyğəmbərimiz qoymuşdur. O zəfər bayrağın sadəsi olaraq Həzrəti İmam Hüseynin nətim oldu gəldi. O qələbəni çaldı. O biri əhl-i beytin o biri nümayəndələri deyəcəklər əlbəttə. İmamın heç birisinin biri-birindən zərrə qədər fərqi yoxdur. Biz şiyi olaraq buna qayılıq ki, imamlarımız hamısı şücaətdir və şərafətlidirlər. Dördüncü illət, alimlər buyururlar, Peyğəmbər və onun əhl-i beytinin qələbəsinin dördüncü illəti bu idi. Peyğəmbərlikə gələndən sonra, yəni bir o rəhbəriyyətə gələndən sonra da Peyğəmbər dəyişmədi. Axı adamlar dəyişər. İmam-ı Muhammed Baqir əleyhissalatu vəssalam buyuruyor ki, insanı neçə şey yoldan azdırar. Biri elmdir, biri nüfuzdur, biri puldur, biri də məqamdır. Adam var, bilirsin, əvvəli çox yaxşı insandır, vəzifəyə gələndən sonra, məqama gələndən sonra dəyişdi. Tamam vəz dəyişdi. Salam əvvəlki salam dökür.